Bəli, mənə dinləyən hər kəs salamlayıram. İnşallah bugün sizdən 2025 DİM test toplusundan söhbət informatiyadan gedir. Excel-ə aid cüt testlərin izahına baxacağıq. Hansı ki, tək testlərin izahında eyni vaxtda qoyacağım. Əgər tək izləmək istəyirsiniz, sonunda baxarsınız. Hər ikisi qoyulacaq. Çəkmişdik də biz tək testləri, düzdür? Onu da yadıma salmamız keçənəsi qoymamışam. Bu dəfə ikisini bir yerdə qoyalım. Nəsə, cüt testlərdən ilk 10-luqda səhv olan. 10. Ona qədər var. Kimdə səhv? Aytən. Əziz. Əziz. 10. Elektron cədvəl fraqmentinə əsasən B2 xanasının qiymətini müəyyən edin. Baxın, B2 xanasında olanlar nədir sadəcə? Elementlərdir. Mən nə etməliyəm, əziz? Bunların qiymətlərini yerinə qoymalıyam və hesablamalıyam. İndi A1 haradır? Sən mənə de görün bir onu. 3. A1 haradır? A-nın birinci sətri 3. A1-in qiymətini qoydum yerinə 3. Birinci ümumiyyətlə nə işləməliyəm? C1-in qiyməti nədir Hüseyin? 6. C3-in qiyməti nədir? 3. Toplasam bunları 9. 9'u bölsəm 5'ə 4,1. Yox, 1,8. 1,8, bəli, düzdür. 1,8 üzərinə nəyə gəlməliyəm? 3'ü, yəni A1-i o da elədi. 7,8. Bəli. Cavab yoxdur. Ay, var ya. Balam, 1,8 də gəl. 3, 4,8. Sonraki testiniz. Bir dənə əlavə istifadə edək. Ondan 20'ye qədər səhv olan. Yoxdur. Var. 18. Onda cütlər başa düşmüşsə asla. 18. Bəli. Necə? 90. Onca tək cüt verəm də. Siz ardıcıl yazırmısa, məsələn, bizi yorulur. Mən ardıcıl verməyət, ona görə vermirəm ki. Məsələn, mən təkləri izah edəndə sənə cütlər özün rahat işləyə bilirsən. Başa düşdün? Bunlar həmişə bir sualdan cüt qoyurlar. Bir tip sualdan. Mən ona görə sənə təklər cütlər verəm. Yoxsa deyərəm elə get ardıcıl 20'ye kim işlə. Neyse, 18. Elektron cədvəl fraqmenti verilmişdir. D1 xanasındakı düsturu D2 xanasına köçürəndən sonra D3 xanasının qiymətini tapın. Bu D1'dədir. D1. D2. Mən bu D2'ye köçürsəm, neynəmiş oluram? Nə bir dənə artır, nə bir dənə artır. Bir dənə sətr artır, çünki 1-2 olur. Sütun neynir, olduğu kimi qalır. Onda B1 nə olacaq? B2. B2. Üstəcəm. C dollar. C olduğu kimi qalır, çünki sütun dəyişmir. Üçün də qabağında nə var əziz? Dollar. Dollar neynəməz? Dəyişməz. Dollar heç vaxt dəyişmir, olduğu kimi qaldı. Bu da oldu elə 3. Üstəcə 3'də rəqəmdə üst neynəməz? Dəyişməz. İndi B2'nin qiymətini deyin yazım. B2 1. 1. Sonra C3'ün qiymətini 2. 2. Üstə gəlsin 3. Üstə gəlsin 3. 6. Cavab da verdim. Başa düşdün? Biz yazmışdın. Kimsə yazmışdı bunu? Mən. Başa düşdün? Mən. Nesə yazmışdı? O dollar biraz başa. Mən sənə deyim ya, səhv yazmışsan. Sən bunu özün düzəldə bilərdin. Sən səhvləri yoxlamadın mı sən? Ona görə səhv yazmışsan. Bax, strategiyamız nədir qalır? İşləyirsiniz testi, yoxlayırsınız. Yoxladınız. Birinci nə edirəm öz səhvimə? Özüm bax. Çünki ola bilər ki, mən elementar səhv edeyim, toplama çıxma səhv edeyim. O vaxt ki, düzəldə bilmədim. Onda yaxşı müəllimi yaxalsa ki, bəli, mən izah edərəm. Mən belə də izah edərəm. Biri var, öz səhv özün düzəldir, başa düşəsin. Biri var, müəllim izah edəsin. Hansıda daha yaxşı başa düşəsin? Əlbəttə, özün düzəldən daha yaxşı başa düşəsin. Çünki beynini yormuş olursun. 6 mənim onun ardında var. D3 xanası. Hə, deyir D3'ün də qiymətini tap. Buranı tapdım 6. İndi bir dənə tapmalıyım uşaqlar. D1'i tapmalıyım. Dollar olmağın, dollar olmamaqdan toplamaqda heç bir dəxli yoxdur. İkisi də eyni şeydir. C3 də eyni şeydir, dollar C3 də eyni şeydir. İkisinin qiyməti neçədirsə odur. Neysə, B1'in qiyməti 2 plus 2. B1'in qiyməti 3. C3'ün qiyməti 2. 3 də yerində. Bu neçə elədi? 3, 2, 5. O da 3, 8. 8 oradaydı. 6 da buradadır. Nə qədər? 14. Cavabımız da var. Yəni, çalışdım biraz sərgəli yazım. Sonra? Yəni, sonra 40'a kimi 38. 40'a kimi, başqa var kimdəsə 40'a kimi? Hayır. Bunun kimidir? 26. 26. Deyir ki, elektron cədvəlin B5 xanasına daxil edilmiş. Bu düzdür o. A11 xanasına köçürüləndə hansı proses baş verir? Bax, əziz, diqqətlə bax, sən sözlər. Bir sütun dəyişir. B5 yazdım bura. Para deyir ki, əziz. A11'ə, düzdür mü? Hərif əlifba sırasını bilirsən, düzdür. Mən B-dən A-ya gələndə, əlifbada əvvələ gəlməliyəm, axıra gəlməliyəm. Əvvələ, nə qədər əvvələ gəlməliyəm? Bir dənə hərf əvvələ gəlməliyəm. Hərflər nələri üstünlər? Deməli, bir dənə əvvələ gəlməyinə işarə edir. Mənfi bir, yəni 0.
Çıx bir nə? Sütun. Sütuna biz ingiliscə yazacaqdıq. Nə yazacaqdıq? Kolon C-nə yazırıq. Row da sətr. İndi rows da sətirlərdir. Bəs 5-dən 11-ə gəlmək üçün nə qədər artırmaq Mənfi lazımdır 6. sizə? Hə. Müsbət 6. 6 5-dən 5-dəyəm 11-ə çıxdı. Alt dəfə. İndi artacaq, azalacaq. artı. Artacaq. Deməli nə olacaq? Plus 6 Üstə 6. nə? Rows. Rows sətir demək. İndi gəlin 11-in qiymətini hesablayaq. Necə ki B özü bir sütun azaldı, 6 dənə sətir artdı. Onun elementlər də nə edəcək? Onlar da yeni şey eləyəcək. Amma dollar olanlar nə etməyəcək? Dəyişməyəcək. İndi fikir ver. Burada C-nin qabağında nə var? 3. Dollar var. Onda dollar olduğu kimi C nə edəcək? Saxlayacaq. C dəyişmədi. Deməli mənim sütunum dəyişmədi burada. Sütun mənfi bir qədər azalmadı çünki dollar var. 3 qaldı. Amma sətrin qabağında dollar görürsən əziz. 3-ün qabağında dollar var. Yoxdur. Deməli sətr dəyişəcək. Nə qədər dəyişəcək aytən? 2 dəfə niyə? Nə qədər dəyişməlidir mənim sətrim? 6 dəfə. Deməli bu sətr də 6 dəfə dəyişəcək. 9. 3 6 dəfə artıb olacaq 9. Dəfəyə 6 dənə deyək. Üstəlik. İndi burada D-nin qabağında dollar var əziz. Deməli D deyəcək, dəyişəcək. Nə qədər dəyişməlidir mənim sütunum? Bir vahid azalmalıdır. D onda nə oldu? C. İndi sətrin qabağında nə var? Dollar. Ona görə sətrin olduğu kimi aytən qaldı. Elə dollar 5 oldu. Vurulsun, elə vurma. Dəyişməz. Anın qabağında yenə nə var? Dollar var, anın olduğu kimi yazdım. Bir neyi necə aytən? Nə qədər dəyişəcək aytən? Sətr nə qədər artır bizdən? 7. 6 dəfə. 6-dan artsa 1, olar 7. Ən çox siz açılan burada ədədlər ola bilər. Ədədlər heç vaxt nə eləmir? Dəyişmir. Çünki onlar ideyacat konstant adlanır. Biri var dəyişən, biri var konstant. Konstant sabit. Bax, B5-dən hara keçirəm? Xəyal. A11-ə. Düzdür? Mən B-dən A'ya keçəndə sütun neyini yer? Bir vahid. Xəyal. B-dən A'ya keçəndə sütun bir vahid azalır. Sətr bəs 5-dən 11-ə keçəndə nə edir? 6 vahid artır, düzdürmü? Dollarla nə eləmir? Dəyişmir. Dollar sen olduğu kimi yazdım. Dollar 5 var idi, olduğu kimi yazdım. Dollar A var idi, olduğu kimi yazdım. İndi senin yanında bir 3 var idi, 3 sətirdir. Sətr nə qədər artırdı məndə? 6, 3 6-dan artdı oldu 9. Bəli. Dollar 5-in əvvəlində C var. C sütundur. Sütun nə elədi? 5 hissəsi dəyişmir, düzdür. Amma məndə dollar, D dollar 5 idi, D-nin qabağında dollar yoxdur. D sütundur. Sütun bir vahid azalır deyə D azaldı oldu nə? C. Eyni qayda ilə A-nın qabağında dollar var. A dəyişmədi, amma 1, 6 vahid artdı oldu 7. Və çıx 3. Başqa düşdü. Elə cavabda yəqin ki, variantlarda olmalı. B variantı. Sonra 38. 32. 57 sual verirəm. Elektron cədvəl fraqmenti verilmişdir. Nə qədər? Verilir. Belə bir fraqment verilir. Deyəcək 100% D1-i D2-yə köçürdüm. Nəyə görə nə deyir? D1 xanasındakı düsturu D2 xanasına köçürdükdən sonra D3-dən nə olar? Bu sualın nə eləmişik yenisini? İşləmişik. Bilmirəm indi sualın tamamilə şərt eynidirmi? Amma ki, əsas həlli eynidir. İndi gəlin, bu D1-dədir, düzdürmü? Mən ara köçürməliyəm bunu. D2-yə. Hələ D1-dən D2-yə keçəndə yalnız nə dəyişir? Ancaq əli danışır. Sətr nə qədər dəyişir? Bir vahid artır. Aysa, bir vahid artır. Mən sətrə nə demişdim əziz? Rus. Bunu yazır. Dəftərə yazırdıqda Rus nədir? Qolumuzdan keçən. Və heç nə dəyişmir başqa. İndi gəl A-nı baxaq. A nədir burada? Sütundur. Onsuz sütun dəyişmir, A olduğu kimi qaldı. 2 dəyişərdi, amma nə olmasaydı? Dollar olmasaydı. Amma dollar vardı, 2 dəyişmədi. Sıxılsın. İndi C dəyişmir çünki mənim sütun dəyişmirdi. D ilə D olurdu. Orada da C oldu. İndi 1 idi bu. Bunun rəqəmi 1-dir. Məndə 1 vahid nə eləmişdi sətr? Artmışdısa 1 vahid artıb 2 olmalı. Plus 2 də nə eləməz? Dəyişməz. Gəlin birinci bunun qiymətini hesablayaq. A2-nin qiyməti neçədir? 4 qoydum yerinə. C1-in qiyməti nədir? Çıxmadı burada. C1-in qiyməti nədir? 5. 4 çıx 5 üstə gəl 2 nə qədər elədir? 1. Müsbət 1. Abi 4'tü. 4 deməli. Hə, 4. A1 3-dür. A2. Bu A2-dir. A2'si. A2 dedi. A2. Sən mənə göstərdin baxda. İndi D2-yə baxıram. D2-nin qiyməti buradaydı. D2 də yenə A2-dir. A2-nin qiyməti nə idi? 4-dür. 4. Sıxılsın. C2-yə dönüşüb. C2-nin qiyməti 3-dür. Üstə gəl 2-miz də var.
Nə qədər eləyir? 3. 6, 3-də çıxsam 3, bəli. Deyir ki, bunlar nə ilə? Tap. Niyə? Çünki mənə D3-ün cavabı lazımdır. D3-ün düsturu necədir? D3 xanası. D1 üstə gəl D2. D1-i tapdım 1, D2-ni tapdım 3, cavab da oldu 4. Başa düşdü yazırız. Əli başa düşdün? Əli. Əli, internetimizi dəyişin, qardaş. Yaxşı bir internet al. Belə eləmə. Sonra 33-dən sonra necə demişsiniz? 40 neçə? 38 demişdim. 38. 38-ə qədər yoxdursa, Ben şey yazmışam sen sıkıntı. o zaman 38. Sam nə deməkdir? Toplama. Toplama. S1'den S4'e. Koşan sonra S1-dən S4-ə qədər hamısı. hamısı. Nöqtəli verici olsaydı əziz. Seyirci ondan. İkisi. İndi boşu nöqtəli hamısıdır. S1-dən S4-ə qədər. Yəni bunların hamısı. Bəli, S4 boşsa 18. qiyməti nədir? Sıfır. 0-dır. Bunlar 18 toplasın 18. Burada A2-dən B2-yə. A2 B2 aradı bəs. Bax buradan bura qədər. Bax bu ikisi. D2 diyeyim ben. Bax bu ikisi. A2 B2. Bu da elədir 8. Bəli. 18 8 26. 26. Amma yenə baxıram ki, məndən nəyi soruşur? Y1-i soruşur, cavabı 26. Birdən sənə deyərdi ki, Y1-dəki məsələn Y3-ə köçür, onun cavabını ver. Onda sən nə edərdin? Sətirlərin hamısını 2 var, 2 var da artırardın. Sürüşdürdün, ondan sonra nə edərdin qiymətlərini? Yerinə qoyardın, ondan sonra da cavab tapardın, cavab da çıxardın. Ben C yazmıştım. Deməli sən yazmısan da özün. Görmedim. Bax, ona görə deyirəm ki, o səbzi biraz düzəldin, bəlkə düzəldə bilərsən. Ben sonra 50'ni yazmış. Boş suallara görə nəyə vaxt tapılır ki? 50. 50'ye qədər var, Aytən? 42 var. Ona sən də 42 Bu var. testləri sıfırdan başa saldığımız video var. Var. Şeylərdir, qrupda deyil bax. Çünki hələ qoymadım. Evet. Sən keçən dərs gəlməmişdin. Gəlmişdi. Niyə? Alınmır səndə, başa düşmürsən keçən dərs. Bu şey cədvəlləri biraz başa düşmürəm. Əlavədə yenə keçəcəyik. 42 kimi sualıdır. Atacam onu atacam bugün, atacam sonra. Sadəcə bir məsələ var. Telefonla çəkilən də 200 GB olur. Video davam edir uşaqlar. Bunu mən 100 dəfə demişəm keçən dərs. 42. Qarışıq istinad nə idi? Birində dollar olsun, birində olmasın. Hansıların birində var, birində yoxdur? A'da var, C'de var. A-da bir də C'də. C-də. Mütləq nə deməkdir? Her ikisinde olur. Hər ikisində olsun. Bu nədir? DS-dir. Bu birbaşa getdi, DS ola bilməz. Onda burada nə olmalı mütləqdə? C. Niyə? Çünki 3 hərfli ola bilərmi? Ola bilər. Çünki bir hərflər birinci gəlir. A-dan Z-ə kimi. Bir hərflər qutaranda belə olur. A, sonra AB, ən axırda A, Z. Sonra BA, ən axırda BZ. Belə gedib Z-ə çatandan sonra olur nə? A. Sonra AAB və s. belə getdi. Ən axırda ən axırıncı sütun adı nə idi? X, Y, Z idi belə. XFD. XF-lər. Yadımda düşdü. 214. Yəni axırıncı ZZZ-dir. XFD. 220'de satır var. 220 dənə sətir. Sütun nə qədər idi? 214. Ana 234. 200 üzrə 18 dedim. 214 dənə sütun var. Ümumda 234 dənə xana var. 42-dən sonra neçə dediniz? 44. Şahanə müəllim. 42'ni yatan var. Neçə dedi? 44'te. 44. Şahanə müəllim. Ne videonu saxla. Amma pauza ver. Elektron başlatdı. Davam edir. 44. Mən görsənəm oradan. Elektron cədvəldə B6 xanasındakı düstur yerinə yetiriləndə nəticə hansı olacaq? Mənə nə istəyir uşaqlar? B6-nı. B6 haradadır? Toplamı. Burada. B6-da dinləyən nə idi? A5-dən C5-ə qədər. A5-dən C5-ə qədər nə deməkdir? Hamısı daxildir. Yəni hamısını. Ona görə birinci İndi mən hamısını tapmaq üçün bunlar zaten məndə bəllidir. Mən Naməlumları tapmalıyam. Bu nədir? A1-dən hara qədər cəm? A4-ə A4-ə qədər. Neçə A1 qədər? C5 demirəm. 18. A1 C5 demirəm, A5 C5 deyir. Təkcə 5-ci sütunu tapır. Düz deyir. Uşaqlar düz deyir. Niyə çalışdırırsınız? Əgər burada A1 C5 desəydi düz deyirsiniz, hamısı olardı. Amma burada A5 C5 deyirdi. Ancaq A5-dən C5-ə qədər. Heç xəbərdar eləmirsiniz qardaş. Nə deyirəm, qəbul eləməyin. Deyir mənim səhv deyirsiniz. Bu belədir. Ay sağ ol.
Onu əvvəldən bilirəm. De. Ben de bu sualı bana düştüğüm sessiz bu sualın üstüne çizildi. Sən başa düşdün. İndi daha başlamışıq da bir hop deyək görək hara gedəcək. Nəysə, sən də mən elədiyim səhv eləmsən. Ben Hə, bildim elə. A1-dən A4-ə qədər deyir, 18, yazdı bura 18. 15, B1-dən B4-ə qədər 15. 11. Burada C1-dən C4-ə qədər 11. Sonra nə deyir? A5, C5, yəni bunların üçün topla. Bunlar elədi 26, 36, 8 də oradan 44. 4 imzalı. Nədən müharibə deyib küldürsən, nə deyim? 50. Bir dənə görüb gələk başa. Necə? 50. 8. 48. Qarabağ. Sən Qarabağ. Qarabağlısan. Arasın. Mən də Qarabağ. Bak Kubal boş. Onun birine demişik kesin. Bir dənə maraqlı episod danışım. Xırdalanın en büyük günə nəsə oradan. Yanına. Qafqaz Universitetinin qabağında 199 dənə avtobus gedir. Mən də ora şey gedirəm, müalicə gedirəm. Bir də gördüm bir dənə at var. Belə zebranın şeyində boyuyublar. Rahat edin. Soruşdum dedi qardaş atlamayam. Camaatı mindirirdi gece pullardan. Ama bu da istedaddı yani. Zebraya mindirdi. Zebraya mindir. Zebra bir ben olsa çok qəribə bir heyvan, heç vaxt əyləşmir. Bilmiyorum. Çox yeganə heyvanlardan ki əyləşmir. Hə, bunlar da indi güya zebra mindir. Əslində at deyil, rəyliblər. Bir dənə ağıllı nə baş verir uşaqlar. At, bilirsiniz, zebra eşək kimlər nəsiləsidir də. Bəli. Eyni nəsildəndir də. Götürüblər orada heyvan şeyində yoxdur, bağçasında da. Hə. Yarı şeydir, eşəkdir. Eşəyin yarı tərəfi nədir? Qala buladı. Bir dənə ağıllı adam da şəhərlərdə yazıb ki, deyir ki, durub eşəyə boyuyublar. Da başa düşmür ki, bunlar eyni fəsilədir. Orada da dişi bir eşək var, nə deyirlər ona? Zebra var. Zebranın erkəyi yoxdur. Tutublar eşəklə cütləşdiriblər, o da onların balasıdır. Bu adamda qavrayış yoxdur ki, başa düşsün ki, onu biləməzlər. Zobaqlar eşəklə qoyarlar. Adamdan əlində qolar deyim, biz elə bir canlı deyim. Sabah deyim, amma ciddiyorum. Sınavlı. Daha keçdi, daha çay istedim, özüm aldım. Neyse bu episodu paylaşıram. Adamlar mən sırtı uzatdım. Sınavlı. Yok, çok ciddi deyirəm yani. Adam dedi ki, bunu Adamlar aldım. hakkında danışın Mehmet Doğrusu. Qarabağlılar, ən kiçik Qarabağlılar. Şunlar bizdədir qalabağlara. Adamı döyüyor. Mahnımız da oluyublar qardaşım. Gədəbəylər olmalıydı. Bizim mahnımız oluyub qarabağlar idi. Şuna oluyor abi bizim. Sağ ol bu. Biz. Bu da Gədəbəyli. Sən mən Gədəbəyli. Bizim mahnı oluyub. Şabra da burada şu an. Sınavlı. Senin Gədəbəy. Sınavlı. Mən insan aralıqlardan bilmirəm. Bu 48 dediniz. Uşaqlar 48 sual. Diqqətli olun. Bax. Bu üstə 4 pi r kubu. Bax bu qaşıq sual. Şeyin üstü. Bu sferanın həcmidir. Mən bunu yazdım. Sferanın həcmidir. İndi uşaqlar, sferanın həcmi necə hesablanır? Sferanın həcmini tapmaq üçün pi r kubunu, çünki 3 ölçülüdür deyə, orada Kürə. kvadrat deyil artıq. Bir ölçülüdə var deyə, onlar artıq kub əlavə edirlər. Kub olur. Həmin onun da 3-də 4-ünü tapırsın, nəsə. Bu sferanın həcmidir, bu heç. Görək bizə sual nə deyir? Deyir ki, elektron cədvəldə filan həmin düstur, aha, filansını köçürülür. Nəsə, deyir ki, burada elə bir düstur yaz ki, bunu aşağı sürüşdürəndə bunların hamısının nəyini tapsın? İbətini tapsın. Amma birinin radiusu 10 üçün tapsın, birində 12 üçün tapsın və s. Əgər radius burada dəyişəndə, burada dəyişirsə, mən radius hökmən nə etməlidir? Dəyişməlidir. Radiusun qabağında dollar ola bilməz. Pi-də neçə dənə var? Bir dənə var. Deməli, pi heç vaxt nə edə bilməz? Dəyişəməz. Dəyişəməz. İndi mən deyirəm, mən aşağı gedəndə yalnız nə dəyişir? Pi. Yox. Yalnız be. Sətir yoxsa sütun? Yalnız şey. Sətir. Sətir dəyişir. Çünki mən bu tərəfə geçsəydim sütun dəyişərdi. Aşağı gedəndə yalnız sətir dəyişir. Deməli, mənim nəyi dəyişməməyim kifayətdir ki, pi dəyişməsin. Sətrin qabağına dollar qoymağım kifayətdir ki, düz işlə. Sütun belədir, amma bax, bu C sütunudur. Əgər buradan D-yə keçsəydim, onda sütun dəyişərdi. Hal-hazırda sətirlər dəyişir. Eyni sütun içində hərəkət edirlər. Birinci sətir, ikinci sətir. Bura sürüşdürürsən, üçüncü sətir. Başa düşdün. Əslində mən bunu aşağı eləyəndə sətiri dəyişirəm. Çünki C-nin içində hərəkət edirəm. O vaxt sütun dəyişərdim ki, məsələn, C-dən D-yə keçsəydim, Y-yə keçsəydim. İndi, tamam. Nəysə uşaqlar, indi burada deməli 100% dollar olmalı. Hansı kanaldadır bu? A neçədə? A2. A2-dədir. Hökmən nəyin qabağında dollar var? Sətrin. Burada dollar nəyin qabağındadır? Sütunun. Amma sətrin qabağında dollar yoxdur. Deməli o var. Ya yalnız sətirdə olmalıdır, ya da Hər ikisində. hər ikisində olmalıdır.
Sətirdə olmalı kifayətdir. Amma hər ikisinin olmalı da səhv deyil. Bunda beyni sebep ne? A getdi, B getdi çünki heç birində yoxdur. C Bunun ola ikisində bilər. də var, hələ ki qalsın. A, Bunun ikisində C də var, ola hələ ki qalsın. Bunun Amma A-da var, C-də getdi. Deməli, ya cavab budur, Ya da ya deyil. da cavab budur. İndi mənə lazımdır ki, radiusun nəyi? Kubu. Radius hansı xanadadır uşaqlar? B2-də. B2. B2-ni kubunu 2 cür tapa bilərsiniz. Ya belə yazarsınız. B2 bu belə qüvvət işarəsi 3. Və ya belə B2 vur, B2 vur, B2. Başa düşdünüz? 3 formada da yaza Onu bilərsiniz. üç savurdum. Burada sadəcə 3 dənə B2 Mən 2 dənə yazır. ulduz qoysaq da olar. Yox, bu Python-da olan, bu da olmaz. Python Excel-ə qarışdıram. Sonra 4-də 3-ü tapmaq üçün nə etmək lazımdır? 4-ə vurub, 3-ə bölmək lazım. Bu niyə səhv oldu? Çünki ulduz 3 yazır, bu 3 yazmalı deyildi. Mən 3-ə vurmaq lazım İki dənə deyil, vur. mənə B2-lərə 3 dəfə vurmaq lazım. Kuba 3. Bu silindirin olanı yazmışlar. Ha? Silindirin olanı yazmışlar. Sonra bir 8-dən sonra bax gedirik, tez ol. Mən 50 demişəm. 50 demişsən? Bax 50. 100% hesablamayasaq. Elektron cədvəlinin S1 xanasına daxil edilmiş düsturu S2, S16 diapazonlu xanalar ilə yanaşı D1 enerjisi köçürdükdə D7 xanasının qiyməti. Uşaqlar, necə deyim sizə? Hesablamasaq. Qardaş. Seyirci Bax burada A7 neynəmir? Dəyişmir. A7 dəyişmir. Düzdür. Mən bunu aşağı sürüşdürəndə onsuz ancaq nə dəyişəcək? B1. B1 nə olacaq? B2, B3. B2, B3 və s. Belə. Aşağıda Özü suda bunları var. nə etmək lazımdır? Hamısını A neçə ilə toplayıb, A7 ilə. A7 ilə toplayıb neçəyə vurmaq lazımdır? 2-yə vurmaq lazımdır. Birinci 5-i vururam. 5-i toplayıram A7-nə. A7 neçədir? Dairəyə alıram. 1. 5 topladım 1-lə. 6 6, vurdum 12. 2-yə 12. Bura neçə olacaq? Burada artıq neçə eləyəcəm? 8 ilə 1 toplayacam 2-yə vuracam. 9, 18. Bəli, 18. Yəni bunların hamısını düstur yazmağa ehtiyac yoxdur bu sual. Söz orada D1-dən Son D6. son D1 deyil. D1-dən D6. Son D1 deyil. Güzel, güzel. O şey top 10. İnşallah mən bir dənə bunu bu yana sürüşdürəcəm. Görəcəksiniz ki, burada B1 yerinə gəlib nə çıxacaq? S1 çıxacaq. S1-in də qiymətlərini da tapmışam da 12, 18 belə gedirəm. Yəni birinci bunu gedək. Sonra üçüncü qiymət 2 ilə yenə 1-i toplayacaq, vuracaq 2-yə. 6. 6. Yenə 7 ilə 1-i 16. topladı, 16. 3 ilə 1-i topladı, 8. Yəni 4 ilə 2-yə vurdum 8. Bir başa deyirəm. 10. 4, 1, 5. Top vurdu 2-yə, 10. Necə kürsüz əziz? Niyə soruşursan? Burada nə yazıb? A7. A7 aradı. Dollar Neçə aldığına qiymətlidir? İyidir. Bu dollardır deyə hər iki tərəfdə heç vaxt nə eləməyəcək? Dəyişməyəcək. Deməli mən bütün əməliyyatlarımı birdən aparacam. Üstəcəm nə yazıb? B1. B1-in qiyməti neçədir? 5-dir. Burada da B1-in qiyməti. O yerdə. İndi mən bunu S1-dən aşağı sürüşdürdükcə ancaq nə dəyişəcək? Sətr. B1 olacaq nə? B2, sonra B3 və s. Deməli burada B1 işlətmişəmsə, burada B2-ni işlədəcəm, burada B3 işlədəcəm. Amma hər birindən nə ilə toplayacam? A7 ilə toplayacam. Sonra doları neçəyə vuracam? İndi başa düşdün? İndi məsələn davam edirik. İndi gəldim çıxdım 12, B7-yə. 24. B7-nin qiyməti 11-dir. Yenə A7 ilə topladım. 24. 12, 2-yə vurdum 24. 2-yə. Hə. İnşallah diqqətli olun. Bu hansı xanadakı düsturdur? C1-dəki. İndi deyir bunu hara köçür bir də? D1-dən D6-ya qədər köçür. Mən bunu D1-ə köçürsəm, yalnız nə dəyişir bir Sütun. dənə sütun. Ona görə burada B1 dəyişib nə olacaq? C1. C1 olacaq. A7 Elmanda dəyişə bilər. 10 niyə yazırsınız? Hangi dəyişir bilməzlər. Çünki qabağında dollar. A7 olacaq elə A7. Özü dollarla A7. Toplama qaldı toplama. Amma ekran ağarır gedir. Bilirəm. Vurma 2 dəyişə bilər. Dəyişəm. Dəyişə bilər. Vurma 2. C1-in qiymətini bilirəmmi? Neçədir birinci qiyməti? 12. İkinci qiymət nədir? 18. 18, 6 və s. Hamısını qoyacam C1-in yerinə. A7-nin qiyməti yenə nədir? 1-dir. Olduğu kimi bilir. Hə, vəsə. Neçəyə vuracam? 2-yə vurur. 2-yə vuracam. Bunların hamısını köçürdəcəm. Tapdım. Sonra D1 ilə D6 nəyini tapacam ümumi hamısını? Cəm. Buradasan. Başa düşdün? Suala kimi aparmadım çünki vaxt çox gedəcək. Bunların indi hamısının üstünə 1 gəldi, sonra vurduq 2. Bəli, yenə burada da eynən. Sadəcə burada bayaq mən B1-dən toplamışdım bir indi. O dollar olmasaydı 1-lə eləmirdi. Ay sağ ol. Dollar olmasa bu da dəyişəcəkdi. Başa düşdüm. Mən bir zəhmət olmasa 56. 56. 52 Danışan kimdir? Tunar sənsən yoxsa acı şeydir? Acı. Tunar. Tunar başa düşməyəndə soruşun uşaqlar, rica edirəm əziz. Başa düşmədin nə demək? Başa düşmədin. Yenə başa düşmədin. Yenə başa düşmədin. Bu 20 dəfə izah edin. Tək sən başa düşmədin. Şagirdlər üçün keçirilmiş 50 sualdan ibarət sınağın nəticəsinə əsasən kimi başın qoyan? Bax. Update ol biraz.
Cədvəli qurulmuşdur. Cədvəl ardıcıllıqla şagirdin tutduğu yer, onun adı, soyadı, düz yazdığı, səhv yazdığı, nəsə suallar qeyd edilir. Cədvəlin sonuncu sütunda isə hər bir şagirdin sualların neçə faizine doğru cavab verdiyi əks olunmalıdır. Sual bildiniz kesinlikle necə eləmişəm onu soruşuram. F2 xanasında Bizim hansı kesinlikle. düsturu yazıb aşağıdakı xanalara tətbiq etmək buna nail olmağa gedir. Nəysə, uşaqlar diqqət olun. Cədvəlin sonuncu sütunda isə hər bir şagirdin sualların neçə faizini doğru cavab verdiyi deyilir. Deməli, mən burada elə bir düstur yazmalıyam ki, sualların neçə faizini düz cavab verdiyini tapsın. Mən neçə faizini düz cavab verdiyini tapmaq üçün nə etməliyim uşaqlar? Birinci ümumi sual sayını tapmalıyım. Ümumi sual sayı neçə nədir görürük? 50 dənə sual var. 50'den düzün tutmalıyım. 50 dənə sual sayı var. 50 dənə sual sayının baxın görə 50 hardasa burada var. 48 Var. 50 dənə sual sayı da bir dənə yerdə var. C11. Hardadır? C11'dədir. C11'i yazıram burada. C11 mənim birinci elementim. Və C11 heç vaxt neyə bilməz? Dəyişə bilməz. Mən yenə aşağı getdikcə yalnız nə dəyişir? Sətr. Deməli, nəyin qabağında 100% dollar var? 11'in qabağında 100% dollar var. Senin qabağında ola da bilər, olmuyor. Bunu bildik. İndi uşaqlar, mənə deyir ki, neçə faizini neyini doğru cavab verir. Mən 48'in 50 neçə faizin olduğunu tapmaq istəyirəmsə, neyini yazam? 50'nin 48'de bir düzün olur. Bəli, 50'ni vuracam 48'ə böləcəm 100'ə. 48'in olduğu qiymət hansı xanadır? C1, C2, C2, C2. Deməli, mən bunu neçəyə vurmalıyam? C2'yə vurma nəyini yazılar aytən? Ulduzla. C2'yə vurdum. Nəyə böləcəm? 100'ə böləcəm. C2 yani. C2. Üstü C2'dir. C2'dədir. C2. Hansı xanadır? 2. C2. Ha. C2 bölünsün 100. İndi mən bölməni belə yazdım, amma əslində bölmə nəyinə yazdım? Slash. Slashlə. Mən yerim yox idi yazdım. Bölməni belə yazacaqsınız. Deməli, C11 vurulsun C2 bölünsün 100. Sonra da bunu aşağı sürüşdürsəm hamısının cavabını tapar. İndi gəlin görək. Bu səhvdir, niyə? Dolar yok. Dolları yoxdur. Dolları yoxdur. Bax, görürsünüz, dollar nə var? C-nin qabağında var. Evet, Burada da problem cavabı da. nədir? Burada C2'ni C1'ə bölür, C11'ə bölür. Axı mən C2'ni C11'ə bölməli deyiləm. Vurmalıyam. Getdi. B'dir. Mən cavab 7. Orada deyil, Mən orada. düz yazmışam. Gözlə. Bəlkə sual tərsinə qoyub, pis nə deməsin? Biri var ədədin faizini tapmaq, biri var faizi görə ədəd. Faizə görə ayrı. Abi demir. Elə bunu soruşur da bizdən. Demir Faizə ki, görə. bir dəqiqə gözlə. Bizə demir ki, 50'nin 48 faizini tap. Bizə deyir ki, 48 50'nin neçə faizi? 8 bu əslində faizə görə ədədin tapılmasıdır. Gəl bunu mən belə izah edeyim sizə. Bax, 50 vur. Bir dənə tənlik quracam, izah edəcəm. Tutaq ki, 50 məndə budur. Faiz x-dir. Faizi bilmirəm. 50'ni vuram x-ə böldürəm 100'ə bu neçə eləyibdir? 48 eləyibdir. İndi mən buradan 48 tapmaq üçün əziz nə etməliyəm? 48'i 100'ə vurub 48'i 100'ə vurub 50'yə bölməli. 50'yə bölmək lazımdır. Deməli, mənə elə bir variant lazımdır ki, 48'in olduğu xana nə idi? C2. C2'ni vursun. Nəyə? 100'ə. Bölsün C11'ə. C11'ə. Yəni, bölmə mən belə yazıram, bilinci amma o bir cür yazmaq lazımdır. 11'in dökümün qabağında dollar olsun. Cavab hansı çıxır? Şu an Y variantı çıxır. Çünki fərqi yoxdur. Onsuz da mən bunu belə yazanda birinci C11'ə böləcək, sonra 100'ə nə edəcək? Bununla bunun heç bir hesablama fərqi yox. Eyni şey. Başa düşdü? Tamam, necə qəribə baxdım, başa düşmədi. Başa düşdüm. Dəqiq. İkinci bölüm işarətsiniz. Çok değerleri. Dəqiq, bölmə işarələr var. Slash deyilər. Mənim 56 səhv. 56. Yazmamışam. Sonra telefonu tutulduğunu götürdülər. Ne? Neçən saniyədə Hüseyin? 29. 29-cu dəqiqə. 56. Elektron cədvəldə D5 xanasında nəsə belə bir düstur yazılmışdır. Düsturun 16'ya bərabər olduğunu bilirəm. Yəni bu bərabərdir 16'ya. Bu nə deməkdir ay əziz? Sam A5 C5, yəni A5-dən C5'ə qədər olanların cəmi 16 edir. A5-dən C5 hansı xana olar? A5, B5, plus B5 C5. plus C. C5. Bu üç xananın cəmi eləyir bizdə 16. Bu bilir. İndi burada nə deyir? A5 D5 düsturunun qiyməti Neçə olur? neçəyə bərabər? Orada da 4 Diqqətli sütun olun. var, onu Bax öyrənmək. bu
hansı xananın qiymətidir bu? D5. Elə D5-indir. D5-də bu düstur yazılıb. O düsturda neçə eləyibdi? Ayda. 16 eləyibdi. Ona görə də elə bu D5-ə bərabərdir. D5 də 16-ya bərabərdir. 32 İndi mənə 16. lazımdır A5-dən D5-ə qədər. A5-dən D5-ə qədər hansılar var? A5, B5, C5 üstə gəl. D5. D5. Deməli mən bunların cəmini götürüb bir də üzərinə nəyə gəlməliyəm? D5-i. Bunların cəmi nə qədər əziz? 16. 15, 16 ay sağ ol. Üstə gəl bir dənə də D5-i gəlməliyəm. D5 də bunların nəyinə bərabərdir? Cəminə. Özünə, cəminə bərabərdir. O da nə qədərdir yenə? 16. O da 16-dır. 16, 16 əziz. Kim saz başa Mən başqa cür. Başmadı? Yox, mən başa düşdüm ya. Sadəcə başqa cür. 3 dənə 16-nı içə bölmüşəm. Altı bölmüsən. İçə bölmüşəm, sonra da bir dənə də üstün üstə gəlmişəm. 16 səbəbləri. Qalır. Kalkulyator. Kalkulator işlədə. Ya mən bir dənə bu Kalkulator kim işlədə bilər? MIG azlaşı məndən işlədə bilər. Nə? Niyə? MIG azlaşı məndən kalkulator işlədə bilər. Niyə? Çünki MIG imtahanında müəllimə kalkulator verilir. Onun ixtiyarı var ki, kompüteri açsın, kalkulator götürsün, hesablasın. İxtiyarı var. Sən imtahanda kalkulator qoyarlar, deməli sən kalkulator öyrən. Bizə niyə qoyulmur iş var? Süni direktdən istifadə etmək haqqı. Var. Bir dənə kalkulator qrafda açıqdır, platforma açığında. Zaten hər şey bloklanır. Bir dənə kalkulatora girirsən MIG imtahanında, hesablama aparsan. Düz mən demək onu heç işlətmədim kalkulatoru. Heç işlədim, amma səhv elədim. Bəlkə də bir 2 dəqiqə, 3 dəqiqə vaxt etdim kalkulator işlətmədim. Müəllim imtahanı niyə qoyulur? İnformasiya belə bir şey var. Kalkulator ehtiyac, imkanlar yox. Çünki kiçik qüvvətlər falan olur həm böyle hesablamalar. Onlar da bir-birindən islah falan edirsən, asan bir şey yapır. Kalkulatorların yolu çaşdırır. Müəllim imtahanı niyə qoyulur? İş olsun. Niyə olmasın? İş olsun, informatikası var, fizikası var, riyaziyyatı var. Siz nəyə görə olmasın? Çünki sizə biraz kalkulator simültə öyrətmək istəyir ki, sizin kalkulator yalnızda olmayan da belə özünüz beyinlə hesablamalarınız passivləşməsin. Əslində yaxşı metodlardır. Düşünür ki, sadəcə müəllim onsuz da bölməni vurmanı rahat bilir. Qoy müəllim şey etməsin. Vaxtı getməsin. Vaxtı getməsin. onda bu uşaq neçə ildir bu onsuz da bu hazırlaşıb gəlib imtahan verirsə, onsuz da bölməni çıxmağı bilir də. 3 saata görə bölmə Elə bölmə. 3 saata görə Bir kalkulyator. dənə müəllim ol, 11-ci sinifdə get bölmə izah elə görəcəksən. Mən keçən 11-ci sinifdə bölmə vurma izah eləmişəm. Kimə? 11-ci keçən ilin nədən sənətdə demək Keçən il iniş mən olmuşam. Cəsur neçəni sevsən? Mən iniş olmuşam. Keçən il. Yox, indi neçəni sevsən? 10-cu. Sən 10-cu sevsən? Hə. Nəysə, 57-dən sonra, 56-dan Sonra sonra sən nə olsan? neçə? Həqiqi deyirsən onu. 60. Rahat. Sakitçilə Mən görə. 60-a 40 yazmışam, sən çıxdı. Elektron cədvəl fraqmenti verilmişdir. C1 xanasındakı düsturu C2 və C3 xanalarına köçürdükdən sonra D3 xanasının qiymətini müəyyən et. Diqqətli olun. Mən baxıram, doğrudan mən C2 D3-ə köçürməliyəm. Bəli. Çünki mənim burada nəyə ehtiyacım var? C2-ni də verir, D2-ni də C3-ni də. tapmağa, C3-ü də tapmağa ehtiyacım var ki, sonra mən nəyi tapa bilim? D1 ilə D2-nin cəmini tapa bilim. Və D3-ü zaten o da D3-ün qiyməti aslında. D3-ü tapa bilim. İndi mən bunu bir dənə aşağı sürüşdürərəm. C1-dəki düsturu C2-yə köçürdəndə yalnız nə dəyişir? Sətr dəyişir. Ona görə A nə olacaq uşaqlar burada? A olduğu kimi nə olacaq? 2 nə olacaq? 3, üstə gəl. B dəyişər, dəyişməz. B dollar deyir. Dəyişməyəcək. Dəyişməz. Çünki ancaq mən aşağı gedirəm, axı üstünü bir tərəfə aparmıram. Üstün olduğu kimi ancaq C-də qalır. B dollar. Ona görə bu da B-də B1. qalır. Amma bunun qabağında da dollar var deyə bir də dəyişmir. Oldu elə 1. 2 də heç vaxt dəyişməz olar 2. Başa düşürsən, hə? Bunu yox. Başa düşdüm. Sən zəncirin onlayn dərsləri oxuyur. Yaxşı. Qaydıram mən. Bax, mənə bax. Sual qoyarım, kənar qoyarım. Nə var? A1-də deyirəm belə bir düstur vermişəm sənə. A1 bərabərdir B2 üstəgəl C3. Videonu izləmədim hə. İzləmişim. Orada müəllim hansı kurslar? Necə? D5 mənə bax. A-dan A1-də olan düsturu D5-ə köçürmək istəyirəm. Əvəz edeyim. Mən A-dan D-yə gəlmək üçün neçə hərf qabağa getməliyəm? De gör. 4 dənə. Bir dənə gəlsəm hara gələr? B-yə. 2 dənə gəlsəm C-yə. 3 dənə gəlsəm D-yə. Deməli 4 dənə yox. 3 dənə. 3 dənə qabağa gəlirəm. Yazıram plus 3 sütun. Sənin üçün ingiliscə də yazıram. Az öncə yazıram. Sütun. İndi rəqəmlərdə sətirlərdir. Mən 1-dən 5-ə gəlmək üçün nə qədər artırmalıyım? 4 dənə. 4 dənə. Bu açıq. 4 dənə də sətr artırmalıyım. İndi mən bax.
Necə bu 3 dənə sütun 4 dənə sətr artmayıb? İçindəkilər də o qədər artacaq. Onda B-dən 3 dənə artırırsan. B-dən sonra 3 dənə sayırsan. C, D, D-dən sonra nə gəlir? Y. B oldu nə? Y. Burada 2 var idi. Burada 1 neçədən artdı? 4 dənə artdı. Deməli, məndə 2 də 4 dənə artmalıdır. 2 4 dənə artsa neçə olar? 2 4 dənə artsa neçə olar? 6. C-ni də görürüm. C neçədən artacaq indi? Neçə sütun? 4 dənə. Hə, 3 dənə. Sütun neçədən artır? Hə, Burada sütun neçədən üç artır? dənə. 3 dənə. C-ni 3 dənə artır görürüm. C, D, E, F. İndi nə olacaq? F, Aysa, F. 3 neçə olacaq bəs? 6. 4 4 dənə 7. Başa düşdün niyə 4 Bəli, gəldi? bəli. Niyə 4 gəldi? Sətr 4. Çünki sətr 4-dür. Rəqəmlər sətirlərdə olar 4 dənə. 7 başa düşdün? Bəli. İndi məsələn nədir? Əgər bunların birinin qabağında dollar olsaydı, Dəyişmirdi. O bərxar edir. məsələn buna bax. Tutaq ki, bax burada B-nin qabağında dollar var. Burada 3-ün qabağında dollar var. Burada da hər ikisinin qabağında dollar var. Tutaq ki, bir dənə də burada C4 var. Burada da dollar var. Burada da dollar var. Sənə deyirəm ki, indi. Deyirəm, indi bunu sürüşdür. Yenə A1-dən D5-ə. Yenə eynidir. 3 dənə sütun artır, 4 dənə sətr. Mən burada B-yi neynəməyəcəm? Dəyişmir. Çünki qabağında dollar var. Elə dollar B oldu. 2 neynəyəcək? Dəyişəcək. Neçədən artacaq? 3 dənə. Sətrə. Bax, yazıram yaxşı, sən üçün rəqəm. Rəqəm Hər. Hə, Rəqəm nə qədər artdı? 4 dənə. 4 dənə. Deməli, rəqəm nə qədər artmalıdır? 4 dənə, olacaq 6. Üstəcə. Burada C-nin qabağında dollar var. Xeyr. Onda C neynəyəcək? Dəyişəcək, dəyişməyəcək. Dəyişəcək, nə olacaq? Y. Y, ay sağ ol. Üst dəyişəcək yoxsa yox? Dəyişmir. F olmalı deyil məncə. F olur. Gözün Y yox, F olacaq. Düz deyil. F. Hə. Bən. Bildin niyə F olur? Bildim. D, Y, F. 3 dənə artırsan sütun. 3 artacaq, yoxsa artmayacaq? Artma. Niyə? Dollar var. Dollar var. Üstəcə. Bu dəyişəcək, dəyişməyəcək. Ümumiyyətlə dəyişməyəcək, olduğu kimi qaldı. C, 4. Başa düşdün? Güzel. Tutaq ki, sənə deyir ki, bunun cavabını tap. Onda nə edəcəksin? B6-nın qiymətini tapıb qoyacaqsın yerinə. Y3-ü qoyacaqsın, C4-ü qoyacaqsın. Başa düşdün? Bəli. Qayda bu sual. Nəsə, eyni bu qayda ilə uşaqlar C1-i buradaydı, C2-ni tapdın. İndi gəlin C3-ü tapaq. C3-ü tapanda A olduğu kimi var, A4 olacaq. A olduğu kimi qaldı. İndi A2-dən bax, bu C1-dir. Bu düzdür. C1-də yazılıb A2. Mən C3-ə keçirəm. C1-dən C3-ə keçəndə Mirağa yalnız nə dəyişir? Hərf yoxsa ədəd? Ədəd. Ədəd dəyişir. Neçə dənə dəyişir? C1-dən C3-ə. C1-dən C3-ə. 4 dənə dəyişir. C1-dən C3-ə. 2 dənə. 2 dənə dəyişir. 2 dənə rəqəm. Sənin üçün rəqəm yazıram. Rəqəm. Təsəvvürə baxın, Rus da R ilə başlayır, rəqəm də R ilə başlayır. Belə denizdə yeniləşdirə bilərsiniz. Belə bir təsadüf tapın. Amma yenə deyirəm, təsadüfdür. Eyni şey deyil, həqiqət deyil. Nəysə, bu 2 dənə artdı oldu 4. A niyə dəyişmədi? Dollar. Həm də ki, onsuz da mən nə edirəm? Aşağı gedirəm, aşağı gedəndə sütun dəyişməz. Üstəcə, B dəyişəcək, dəyişməyəcək. Dəyişəcək. Normalda dəyişərdi, amma mən ancaq sətr üzrə hərəkət etdiyim üçün dəyişməz. İndi biri dəyişəcəm yoxsa yox? Olduğu kimi saxlayacağam. Elə B1 aldı B1, üstə gəl 2 də qaldı, üstə gəl 2. Nəysə. Bunu tapdım, qiymətini. Tapandan sonra buradan eynirəm, yerinə qoyuram, A1-in qiymətini yerinə qoyuram, buranı tapdım. Sonra buranı tapdım eyni qayda ilə. Sonra da buranı tapıram, həll olur. Başa düşdünüz? Qalanı toplama çıxmalı qardaş. Toplama çıxmalı bilirsiniz. İndi mən Cəsur. Cəsur deyirəm, Emir ağam. C2-nin qiyməti neçədir görüm mənə. C2-ni yox məsələn. A1-in qiyməti neçədir? 5. D2 neçədir? Bəli. B2 2. 6. B2. B2 dediniz yox. Ha, B2. Hə, B2 6. Başa düşdün? Bunu da bildinsə yerinə qoyacaqsın, tapacaqsın. İndi burada da məsələn C1-in qiymətini tapmaq istəmirsən. Qoyacaqsan bunları bir-bir yerinə, C1-i tapdın. Bunları bir-bir yerinə qoydun, C2-ni tapdın. Bunları bir-bir yerinə qoydun, C3-ü tapdın. Sonra C1-in, C2-in, C3-ün qiymətlərini burada qoydun yerinə. A1-i B2-ni də qoydun, tapdın. Sonra bunların ikisinin cəmini tapdın. Bu da oldu D1-in, D2-nin cəmi. Toplama çıxma səhv edirəm. Mən səhv. Sonra. Var başqa. Qaymalı. Sizdə var? Yoxdur, zaten testdə. Kanarı göçəsən. Yaxşı. Sağ neçədir? Videonu istəyək davam edir. 19:30. 1 saat. 39 dəqiqə. keçir. Yarım saat yarış. Videonu saxla.